kimi olsa daha yaxşı olardı. Bilmirəm, bəlkə hansısa bölgələrdə, hansısa məktəblərdə bunu belə deyim də öz rəhbərlikləri bu işlə məşğuldurlar. Bu da ola bilər, istisnalar hər zaman var. Amma ümumi olaraq məncə bu azdır. Ümumi olaraq, amma bu lazımdır və vacibdir. Çünki uşaqların erkən, məsələn bizim mövzumuz nədir? Erkən cinsi əlaqəyə girmənin fəsadları. Hətta ola bilsin heç bu evlilik olmasın, oğlanların və yaxud da qızların hətta nigaha girmədən də belə axı biz avropalaşmağa doğru gedirik və elə bilirlər ki, avropalaşmaq elə azadlığını belə deyim də, bilmirəm, nəysə 3 nöqtə geçsin orada. Təəssüf ki, bu çünki belədir. Çünki bəzi cümlələri istifadə edəcəm. Kökündə psixologiya durur bunun da və bu uşaqların içindəki boşluqdan irəli gəlir. Bu uşaqların içindəki boşluğu doldurmaq üçün bu yola əl atırlar. İnanın ki, bunun psixologiyasına gedəndə, dərk eləyəndə insan, yəni genə də valideynlərin üzərinə nə qədər böyük rol düşür. Məsələn, evdə əzizlənməyən, sığallanmayan bir uşaq bu boşluğu doldurmaq üçün nə edəcək? Gedəcək. Və yaxud da ki, özünü günahkar hiss eləyən, sən bacarmırsan, sən filansan, gedəcək başqa birisi onu yoldan çıxaracaq. Çünki bugün bizim cəmiyyətimizdə zorakılıqla da qarşılaşırıq. Özünü sübut etmək üçün. Bəli, zorakılıqla da qızlar olsun, oğlanlar olsun qarşılaşırlar. Kiməsə aldanırlar. Yəni məncə gəlin daha çox bu, yəni ki, tək evliliklə deyil, yəni bunun fəsadları. Təəssüf ki, var və ailələrin üzərinə bugün böyük məsuliyyət düşür. Mən yenə də bir ginekoloq olaraq